Atam buradadır. İstəmirəm, yox. Əsla yox. 18 ildən sonra qızıyla üz-üzə ilk dəfə ata burada gələcək. Səni axtarıram da. Qalx Reyhanə, atandır. Hara getdin? Mikrofon. Neçə ildir qızını görmürsən? 18 ildir balanı görmürsən. Niyə gedib qızının qapısını döymədin? Niyə qızına... Hə? Niyə? Səbəb nə deyil. oldu? Doğruları danış mənə. Səbəb çünki mən 3 dənə evladıma baxdım, ondan imkan. Yəni bu qadından 4 uşağım var idi. Xeyr, ondan əvvəlkindən. Ondan əvvəlkinə. Bu ikinci xanımı idi. Bəli. Bununla ailə quranda da bu qız doğuldu. Bu da Bəli. qızı verdim buna. Birinci xanımla qalan 3 uşağa da sən baxdın, eləmi? Bəli, Sən baxdın. bəli. Hə. İndi bəs yaxşı, bu qızın günahı nə idi? Niyə görəsən onu o qadına buraxdı? Qızım heç Aliment zaman- verdinmi? Bəli, verdim. 18 yaşına atan aliment. Sonra imtina elədik, aliment. O Onu kişi görməyimin bir mənası yoxdur. özü istəyibdi ki, gəlsin sənə sahib çıxsın. İndi ağlına düşmüşəm. Evladımı həmişə izləmişəm, ondan fəxr eləmişəm. Amma bu verilişdə gördüm ki, o məktəbə atıb təhsilini davam eləmir, o cür ananın qədrini bilmir. Mən o qadının qarşısında baş əyirəm, o qadın gözəl qadın olubdu. O çox gözəl qadın olubdu. Sadəcə olaraq mənim anam, bacım, Danışın da, gözəl təzyiqləri qadın. altında Danışın, biz danışın, ayrılmışıq. mən də- Bilsən, Bakıda evim var. Gedək, İstəmirəm. istəmirsən, ananı buraxma. Mən gəlmişəm sənə sahib çıxmağa. Mənim atalıq Saydım borcum. 18 ildə sahib çıxardım. Sən nə məcbur idi sən ailə həyatı qururdun. Sənin bir evladın ola. Doğma atasından uzaqlaşdı, da ton atalıq elə gidi. Bu qadın ailə qurmasaydı, sən onunla barışardın mı? Bu dəqiqədə ailə qurmasaydı mən onu əlimə tutub aparacaqdım. Bu vaxta qədər bəli, hər bir insanda səhvlik olur. Səhv eləmişəm. Amma indi sənə görə gəlmişəm. Küçələrdə qalma. Atan sənə qollarını açır, evim var. Gəl səni şah balası kimi saxlayayım. Bəs mən neyniyim sənin üçün? Ölüm mü bala? Bəs neyniyim sənin üçün? De. Neydi? Qızım, atanın yanında qal. İstəmirəm. Onu götür. Mən Nağıyeva Reyhan qanuni olaraq anam və atamdan imtina eləyirəm. Reyhanə. Yox. Peşman olacaqsan.